Ayşən xanım, xoş gəlmişsiniz. Buyurun, əyləşin. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Necəsiz? Sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Xoş gəldiniz bir daha. Hər birinizi xoş gördük. Xoş gördük sizi. Və Ayşən xanım, çox maraqlı bir sahəniz var. Əslində sıx-sıx insanlarla, uşaqlarla ünsiyyətdəsiniz. Mən ümumiyyətlə bir aparıcı olaraq deməyim, bir şəxsiyyət olaraq bir fərd o çox sevirəm insanlarla danışmağı, insanlarla ünsiyyətdə olmağı, analiz etməyi. Yəqin ki, bu sizdə də çox yüksəkdir. Bəli, bizim peşəmiz bunu daha çox tələb edir gündəlik həyatımızda. Pasiyentlərimizlə, onların ailə üzvlərinin iş həyatı ilə ünsiyyətimiz daha çox olur. Təbii ki, bu mənim üçün bir zövqdür. Nə gözəl. Ayşən xanım, elə günümüzün mövzusu az öncə də qeyd etdik, ünsiyyətlə bağlı idi. Bəs son zamanlar insanların aqressivləşməyini, kobudlaşmağını nə ilə əlaqələndirirsiniz? Əslində bilirsiniz, bunun müxtəlif səbəbləri var. Şəxsi həyatda olan problemlər, gündəlik iş həyatında olan stresslər, yorğunluq. Yəni hər kəsdə də başqa-başqa bir problemlərdən bu biruzə verə bilər. Bəzən də bu hər hansıda bir nitq pozuntusunun əlamətidir ki, artıq aqressivləşmiş şəkildə biruzə verir özün. Yəni bunu müxtəlif şəkildə bilmək olar. Uşaqlar arasında da bu cürdür, yəni. İndi böyüklərdə bildik ki, müxtəlif həyatda şəxsi həyatları ilə bağlı səbəblərdən. Uşaqlar arasında aqressivlik əslində çox anormal bir faktor ki, bunu heç bir necə deyək də, bu mövzudan ötüşmək olmaz. Çünki bu hər hansısa bir xəstəliyin ağırlaşması, onun ilkin simptomu ola bilər ki, artıq özün aqressiya ilə, stressli biruzə verir. Bu istənilən nitq qüsuru ola bilər. Məsələn, mən bugün danışmaq istəyərdim kəkələmədən. Əsasən bu autizm spektr bir də kəkələmədə özünü daha çox biruzə verir, aqressivlik. Çünki ünsiyyət artıq itmiş olur, uşaq hər kəsdən imtina etmiş olur, bəzən özünə nifrət etmiş olur. Ona görə daha çox aqressivli olur. Çünki fikrini artıq çatdıra bilmir qarşı tərəfə. Bəli, nitqdən tamamilə imtina edir və elə uşaqlar var ki, nəinki imtina eləmək, hətta özlərinə nifrəti olur. Bu da onları daha aqressivləşdirir. Daha da aqressiv. Bəs bunun yaranma səbəbləri nələrdir? Əslində çox səbəblər var burada. Məsələn, ola bilər ki, genetikada olsun belə bir problem və yaxud hər hansısa xroniki xəstəlikdən yarana bilər, baş beyin zədələnməsi nəticəsində insultdan yarana bilər və yaxud ana bətnində travmalar ola bilər, doğulduqdan sonra hər hansısa bir travma, avtomobil qəzası ola bilər, qorxu ola bilər və yaxud qəfil gülmədən, yəni çox anormal xəstəlikdir, hər bir şeydən yarana bilər. Kiçik bir travmalardan belə özün biruzə verə bilər. Bəzən bu xəstəlik qalıcı olur, bəzənsə müəyyən yaş dövründə artıq özündən gedə bilir. Əsasən 2 və 6 yaş arasında daha çox müşahidə olunur. Uşaqlar arasında bu dövrdə əsasən 5% təşkil edir bu xəstəlik. Bir də mən bir nüansı istəyirəm diqqət yetirək. Dediniz ki, müəyyən bir yaşlarda gedə də bilir. Adətən deyirlər ki, 5-6 yaş arasında bəzən görsən ki, bu öz-özündən gedə bilir. Yüngül dərəcəli olanda. Amma elə ünsiyyətdən danışmışkən valideynlərin də buna münasibətini istəyərdik bilək. Çünki bəzən necə olur? Valideyn görür ki, uşaq kəkəlir və yaxud da digər tıklar yaranır da uşaqda deyək, hansısa bir nüans olur. Valideyn onu professional yanına aparıb, peşəkarın yanına aparıb aradan qaldırmaq əvəzinə başlayır uşağın üzərinə daha çox təzyiq eləməyə. Bunu eləmə, onu eləmə, niyə görə sözü təkrarlayırsan? Bax, bu məqamlardan istəyirəm danışaq. Çünki kifayət qədər vacib məqamdır və belə valideynlərlə şəxsən mən özümdə çox rastlaşmışam. Və bir də bəzi valideynlər var ki, uşağının xəstəliyini qəbullanmır. Düzələcək onsuz da, düzələcək, biraz o daha yaxşıdır. Nəinki uşağın üzərinə düşüb, məsələn, kəkəlirsə kəkələmə və yaxud da göz qırpırsa gecikdirdikdən sonra da artıq müalicəsi daha da çətinləşir də. Bəli, ağırlaşdıqdan sonra biz qeyd elədiyimiz kimi, əgər yüngül dərəcəlidirsə, ötəri bir haldırsa, bəli, bu tədricən, o da zamanla keçə bilər. Amma bu da çox az bir faktor. Əksəriyyət hallarda korreksiyaya çox ağır gedən nitq qüsurudur kəkələmə. Müəyyən bir vaxt aparır, deyək ki, hətta 9 aya, 1 ilə qədər çəkə bilir. O da ağırlaşdırmasından, yüngülləşməsindən asılı olaraq ağırları daha 1 ildən də daha ötə keçə bilirlər. Yəni burada valideynin üzərinə düşən əsas fakt odur ki, ilkin tibbi yardım deyək ki, əgər bu simptomları hiss elədirsə, artıq ev şəraitində ona eləyə biləcəyi ən yaxşılıq onu mütəxəssis yanına yönəltmək. Bundan əlavə daha ona həssas yanaşmaqdır, aqressiyaya yükləməməkdir. O uşaqlara ümumiyyətcə əsəb, aqressiya, ağlamaq, onların birinci dərəcəli belə deyək də düşmənləridir. Daha səbirli, daha təmkinli yanaşmaq lazımdır, daha vaxt ayırmaq lazımdır, ünsiyyətdə olmaq lazımdır, daha çox danışdırmaq lazımdır, onun fikirlərinə önəm vermək
lazımdır ki, görək uşaq nəyi demək istəyir, deyə bilmir. Əslində onların beyin sxemasında bütün sözlər var, bütün nitq var, sadəcə onu ifadə eləyə bilmirlər deyə aqressivləşirlər. Bu da təbii, normal haldır. Biz özümüz də yəni gündəlik həyatda nəyisə ifadə eləyə bilməyəndə normal olaraq əsəbləşirik. Gəl ki, indi buna uşaq necə yanaşa? Yox, əgər valideyn də iş həyatı ilə bağlı daha stresli həyat tərzi keçirirsə, vaxtı yoxdursa, artıq uşağı daha da ağırlaşdırmasın. İlkin olaraq nevropatoloq müayinəsi və loqoped psixoloq yanına gəlmək mütləqdir. Bu xəstəliyin korreksiyası ev şəraitində mümkün olan bir şey deyil. Nəyisə eləyə bilər kömək məqsədi ilə, amma mütəxəssisin öz korreksiya planı ilə xəstəliyi ertələmək olar. Və əgər uşaqda belə bir nitq qüsuru varsa, kəkələmədə, valideyn də onun üzərinə getdikcə və yaxud da ətrafdan hansısa bir təzyiqləri gördükcə bu formasını dəyişib başqa bir hala çevrilə bilir. Bəli, daha da ağırlaşa bilər. O, ümumiyyətlə, bəs bu kəkələmənin hansı növləri var? Bilirsiniz, kəkələmə özü çox ağır bir mövzudur. Müxtəlif növləri var. Ən geniş yayılmış əsasən 3 növdədir. Tonik, klonik və tonik-klonik. Yəni, hər birinin qarışması. Bu, daha ağırlaşmış haldır. Yəni, biri var ki, danışan zaman kəkələyən uşaq əsasən kəkəc deyilir. Kəkəc uşaq hər hansısa bir sözü 2 dəfə təkrarlasın, gəl desin və yaxud da ki, ilk sözü desin, gül desin, pauza yaratsın, ardına əl desin, olsun gəl sözü və yaxud da hər ikisi ola bilər. Həm pauzalı, həm də təkrarlı. Bu, daha ağırlaşmış dərəcəsidir. Ayşən xanım, siz böyükləri də qəbul edirsiniz? Bəli, böyükləri də qəbul edirik, amma zamanında müraciət edilmiş böyükləri ki, korreksiyamız uğurlu olsun. Yəni, tövsiyəmiz budur ki, simptomları hiss etsinizsə birbaşa mütəxəssisə müraciət edin.